Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Mən Natavan Camanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün biologiya və kimya müəllimlərinin sertifikasiya imtahanı olub və sertifikasiyaya düşmüş bəzi sual nümunələrindən sizi tanış etmək istəyirəm. Baxaq ilk sualımıza. Yenə ənənəvi sertifikasiya sualı formativ qiymətləndirməyə aid olanı seçin ki, biz yetəri qədər dərslərimizdə də elə ümumi sertifikasiya suallarının izahında da yetəri qədər formativ qiymətləndirməyə aid izah vermişik. Artıq bunun haqqında danışmaq istəmirəm. Çünki izahlarımızda yetəri qədər buna yer vermişik. Və diqqət etsəz, 18-i də, 19-u da, 20-si və bu gün 24-ü imtahanlarda nədənsə çox vaxt formativ qiymətləndirmədən demək olar ki, suallar düşüb. Beynəlxalqdır, diaqnostikdir, summativdir. Buna çox az yer verilib. İmtahanda formativ qiymətləndirmədən daha çox suallar düşüb bu ilki sertifikasiya imtahanında, amma keçənki sertifikasiya imtahanında, ondan əvvəlki imtahanlarda diaqnostikdən də sual var idi, summativdən də sual var idi. Bu il daha çox imtahana girən və imtahandan çıxan müəllimlər zəng edirlər ki, müəllim formativ qiymətləndirməyə ya aid olanı seçdir, ya aid olmayanı seçdir. Formativ qiymətləndirmə haqqında doğru yanlış fikir istəyir. Yəni yenə də ənənəvi bir sertifikasiya sualı imiş. Növbəti sual bu cür imiş ki, sinifdə akademik nailiyyəti zəif olan bir şagirdə daimi sinif yoldaşları dəstək durur və bu dəstək uşağa mənfi təsir edir. Müəllim nə etməlidir? Yəni aşağı-yuxarı sual situasiya bu cür imiş. Müəllimin yadında qalan qədərini müəllim deyibdi və burada deyir müəllim cavablar bir-birinə çox yaxın idi. Var idi ki, müəllim fərdi tapşırıq verərdi. Sonra cavablarda var imiş ki, müəllim sadə tapşırıqlar verərdi həmin şagirdə. Amma doğru cavab bu cür çıxıb ki, fərdi layihə verməlidir müəllim şagirdə, həmin şagirdə fərdi layihə tapşırığı verərdi. Özü isə skafoldinqlik edərdi, fasilitatorluq edərdi, yol göstərərdi, istiqamət göstərərdi. Amma deyir ki, cavablar bir-birinə çox yaxın olan bir sual nümunəsidir. Sonra inteqrasiya sualı müəllimin az yadında qalıb. Deyir, təxmini belə bir situasiya idi ki, insan orqanizmi sağlamlığı barədə tapşırıq verir və şagirdə 3D modelini hazırlamalıdır. Təbii ki, burada dəqiq müəllimin yadında tam qalmayıb. Çünki orada fəndaxili cavab çıxıb və fənlər arası çıxıb. Təbii ki, fənlər arası var. Burada 3D modelini hazırlayıb və biologiya ilə əlaqəli bir sual olduğu üçün həm informatika, həm biologiya ilə əlaqəli sual kimi bunu götürə bilərik. Burada fənlər arası inteqrasiya var. Biologiya müəllimləri daha çox yaxşı bilərlər ki, yəni yəqin ki, situasiyada biologiyanın müxtəlif məzmun xəttləri arasında olan bir əlaqə də olub ki, ona görə burada fəndaxili və fənlər arası inteqrasiya götürüblər. Bugünkü hələ ki əldə etdiyimiz sual nümunələri bu qədər müəllimlər və onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq hər gün imtahana düşmüş sual nümunələrindən tanış ola bilərsiniz və imtahandan sonra təbii ki, müsahibə mərhələsi başlayır və biz avqust ayının 1-dən müsahibə dərslərimizə start verəcəyik. Dərslərə qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz.